Ya tanış uşaq var. Gedib Serbiya. Nəsə bir sturaka dişliydi. Atıblar, pulun verməyiblər. İndi uşaqda. Keçən il mən də oradaydım. Getmişdik, 2 ay qaldı. İş zat belə düzüb boşmağa. Nəsə alınmadı, çıxdıqca aldı. İndi orada bir tane Azərbaycanlı oğlan var idi. Tanış olmuşduq. Şaurma işlədik, dönər. Nəysə satmaq istedi bizə. Baha dedi, almadı. Hem de baş koşmadık, nəysə. Sözüm bunda yox. İndi nömrəsi qalıb. Bu uşağa vermişəm ki, Zəhvur adı Emindir. Zəhvur işdən zatdan sana bir köməklik eləyərdi. Onu da deyildi ki, belə kuryer zat nə iş olsa düzüb qoşaram. Zəhvuru gör uşağa nə deyir. Deyir, zavodda iş var. $1000 bu başdan ver düzəldim. Nam kuryer işi $600. Başka işlem $200, en ölü nam ne işi de karoçe. Cındır. Camaat calı vurur. 2 tane uşağı ailəsi pis vəziyyətdə el tutmaqdan durmusan, bu baştan pul alsan. Heç olmasa yenə cəhənnəm deyək ki, gəl düzün qoşum işləyib, yox, bir iş maaşda da alanda bir $100, $200 hörmət eləyəsən. Bu baştan $1000. Elə bir ki, şəhərə icra başçısı düzəldir. Bu bizim millət düzəlmədi da. Hamıya aiddir, amma belə cındırlar çoxdur. Nə ola ki, savabına düz qoş işləsin da. Bu da yerlidir, millətdir. Nə olacaq ki? Beləncə cındırlara görə millət də bir-birindən ayrı gəzir, bir-birinə dayaq olmur, davəriyyət eləmir. Sonra da ayın 31'i dekabrda başlayırlar. Həmrəylik günü belə gəldi, həmrəylik günü belə getdi. Amma ortada bir şey yoxdur. Var yoxuna lənət. Bəlkə də dünyada yeganə millət bizik ki, işə düzəltməyə pul alırıq. Mən başqa yerdə elə şey görməmişəm. Cəmaət yalvar ki, kimsə gəlsin, işləsin, iş görsün, iş aparsın. Əziyyət çəkib işləyəcək də pul qazanacaq da. Bunun nəyinə sən pul alsın ki? Yine böyle bir biznes sat qura verər, deyər, işləyib qazanarsan, mənim də hörmətimi başdan elə. Fəhlalığı düzəltməyə, ona da belə pul istəyirlər, özü $1000. Dəhşət.